Elə peşə kurslarından danışmışkən, ümumiyyətlə bu müddət nə qədər bir dövrə əhatə edir? Yəni bir vətəndaşın peşə kurslarını keçməsi üçün. Bəzi sahələr var ki, qısa müddətli olur, 1 ay, 3 ay. Bəziləri var ki, 6 ay müddətinə biz onları öyrətməliyik. Kurs müddətinə biz onlara minimum əmək haqqı qədər təqaüd ödəyirik. Eyni zamanda kurs keçən müəllimlərə həm maaş ödənilir. Bu peşə kursları sadəcə bizim peşə hazırlıq mərkəzlərində deyil, eyni zamanda müəssisələrin özündə təşkil edirik ki, onlar öz siyasətini daha yaxşı öyrətsinlər vətəndaşlarımıza. Məzun olduqdan sonra onları sertifikatla təmin edirik, hansı ki, dünyada tanınan sertifikatdır və artıq vətəndaşlarımız əmək bazarında öz aktivliyini, öz işə tapmaq üçün rahatlığı təmin edə bilirlər o sertifikat sayəsində. Biz universitetlər olaraq da, ümumiyyətlə peşə kursu olaraq da çalışırıq ki, sadəcə diplom yox, eyni zamanda əmək bazarının tələblərinə uyğun keyfiyyətlərdə vətəndaşlarımızı yetişdirək, yəni bacarıqlar əldə etsinlər. O çox önəmlidir. Bacarıq olmadıqdan sonra sənədin də önəmi olmur. O baxımdan çalışırıq real bazardakı tələblər qarşılansın. Onun üçün də peşə hazırlıq kurslarımız Azərbaycan üzrə fəaliyyət göstərir. Bakıda da bir mərkəzimiz var. O da bizlə aktiv şəkildə fəaliyyətimizi davam etdiririk, yəni paralel şəkildə. Yəni, belə deyək də, o möhkəm zəmin hazırlanır ki, bir vətəndaş artıq bu sahədə peşəkar bir kadra çevrilsin.